Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Bugün ayın 10'u oktyabr 2025. il. Bərdə mal bazarından çəkilişimizə başlamışıq. Gördüğünüz kimi kardeşim belə bir inəyi var, erkek balalı. Qarnı da 4 aylıq boğaz. Südü nədir bunun? 7 lira. Körpəli vaxt nə qədər? 12-13. Qiyməti nədir? 2950'ye. Haramalıdır. Qəhrəman tərtər. Salam olsun. Əlaqə nömrəmizdə deyə bilərik. 057 Arpa bağlı ne diyor? Kardeşim bak belə bir inəyi var. Gördüğünüz kimi. Bu neçənci qarındır? 4. Balası dişidir. Südü nədir bunun? Balada başqa o. Qiyməti nədir? 3000 lira. 4-cü qarın. Malsın. 10 lira. Qardaşım o. Ya bura mal bağlamışam, maşının böyrünü olsun. Ha? Təkər maşın gəlincə. Allah pazar versin. O birisi kimindir be? Bu ne səncə qarındır? Bir duyadı da ha? Balası nədir? Dişi. Südü nədir? 7 lit. Qiymət? 2700 lira. Üçüncü qarındır, bax belə bir düyadır. Balası da dişidir. Qaqa bunun südü nədir? 7-8 litre. Neçənci qarındır? Üçüncü. Qiyməti nədir? 2400'e. Ünvandakı Bərdə rayonu Gələnə kəndi. Nə gözəl. Kardeşim bak belə bir inəyi var. Balası dişidir ha? Dişidir. Neçənci qarındır bu heyvanın? 3. Südü nədir bunun? 6-7 litre. Qiyməti nədir? 2300 lira. Hara malıdır bu? Bərdə malı. Allah xeyirli bazar versin. Kazanım olsun. Ha? Ben ne diyeyim? Ben onu senden maraqlanmadan tərbiyəsən. Ben bazardan eləyən şeylər ama çünkü öbür bazarlarda qabaqlaşmaz. Görürsən nömrəni ver. Yox, Nömrəni ver. Ver gəlsin. Ver gəlsin. Yəni o uşaqlar deyir mənim nömrəmi ver. Yok neyse bak. Hürmetle soruşma. Bax belə bir inəyimiz var. Balası o simentaldır həmin bunun. Erkek. Simental. Bu neçənci qarındır? Onda yenidən boğazdır. Neçə aylıq boğaz? 4 aylıq. Südü nədir bunun? 8. Qiyməti nədir? 2700. Heyvan da ki gözəl qardaşlar. Qəhrəman tərsərdədir. Gördüğünüz gibi. Bu da sorttu. Gördüğünüz gibi.
Bu dişi de ha bunun balası. Erkek. Neçənci qarındı bu? Üç. Bunlarına bakın. Sütünü aldı bunu. 15 lira. Balayla balasız. Baladan savayım 15 litre. Qiyməti nədir? 4200 manat. Yok sözüm gelecek. Allah xeyirli bazar versin. Hadi parça alırsan bu 3 tane almışsın Subaydı. Bazarda dersin hiç vapşe heyvan yoktu. Allah pazarınızı verir. O kəlsələr neçə deyirsən? Öyle mi? Ha, hayırlı olsun. Kadın. Orası dişi ha. Damazlık. Neçənci qarındı bu? Üç. Sütü nədir? Sütü 10 litre. 10 litre. Qiyməti? 28 lira. 2800. Balasında dişi bakalım. Baş ölçüyor. Tamam orada. Ha kulüpten korku. Ha on yaşlı. Ha onu ayrıladı. Ha. Hemen bunu bakalım. Bu neçənci qarındı bu heyvan? Qardaş, bu neçənci qarındı bu heyvanın? 4. 4. Balası siment. Erkekli dişi. Erkek. Sütü nerede bunun? Neçə? 15 15 litre. Balı ilə balasız. 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 Qiyməti nədir? 3600. Hara malıdır bu? Nerede? Bərdər onun hara? Qaradamcı kəndi. Qiyməti nədir? 3600. Öz qapı heyvanım olar. Bəli. Babu qardaşım. Xeyirli bazar olsun. Bak böyle bir dünya var. Çekeyim can çek. Ne var lan? Çekti mi onu? Sen yok ha onu. Bunu da çek. Sen de onu. Sen mi çek onu? Çıkan çek. Sana ben çekeyim. Çıkan da çek. Ay ay. Balası da çişidir. Aşağı çişidir mi? Azak kal. Götürün gönderme. Şimdi bu. Bir adam bak burası. Buraya sen çıkar mı? 5. Sütü nerede bunun? 5 litre, 6 litre. 5-6 litre. Kıymeti nerede? Kıymeti? Kıymeti 22 ya. 2200. Ya balığa kıymet denildi ha. O karayla kimindi? Her ne? O kişinin onu. O karayla kimindi? Bak böyle bir inek var. Gördüğünüz gibi. Erkek. Babası da erkekti. Simento. Bu ne sence karındı bu hayvanı? 3. Sütü nerede bunun? 14. Balayla balasız. Balası. Kıymeti nedir? 3600'den. Balası da simit. Balası ne kadar bunun?
Bir aylık. Pazar olsun. Bak belə bir soylarımız var. Angustur. Ondan simentaldır. Bozaq qulaqdır. Mələzdir. Ondan Lumuzindir. Səndi qaqa. Satı qiymətləri neçəyləndi? İndi 650'lik göstər görüm. Səndi qaqa bunlar. Ha dostum. Al 650 olan göstər görüm. 650 diyor bonusası var. Hansı? Ha balaca. Eyvah. Bu dişidir tatı. Bu. Damazlıq, bozaqlıq. Neçə deyirsən bu? 900 man. Çok güzel. Deməli 650'den neçəyə qədər? 250'ye qədər. Diyenler üstünden. Simental neçədir? Ha? 1000 manat. Qiymətlər neçə iləndir? 550'den başlayıp Neçə? 550'ye. Rəhmətli nəvəsi, sənin taylarını bir dəqiqə şəkildən baxır. Bax belə arızlar var. Ot yiyənlər. Bunlar neçədir bunların qiyməti? 750'den neçəyə qədər? 850'ye qədər. Simental, bozaq qulaq. Neçə deyirsən o simental? Mental 700 manat. Məzələn mən, sarxılsınız. Memnun oldum. Qabaqdaşı ne misin? Yox, yox. Ha. Bu 1050 manata qabaqdaşı 700. Ozaq qulaq da 650. Bax belə dişi danalar var. Gördüyünüz kimi. Neçə baş? 14. Deməli dəyərli izləyicilərimiz, gözəl kişi bunların qiyməti. Sabahın xeyir. Üst-üstə və belə dənə-dənə neçə iləndir? Yine 950'ye bak. Baxıram. Var, burada pay. Allah canını sağ eləsin. Adamın tam yaxşı adam. Ha? Yaxşı adam. Allah canlarını sağ eləsin. İstəyir Azərbaycanda, istəyir Avropada. Allah bütün qürbətdə olan, bütün Azərbaycanda olan xalqımızı, millətimizi qorusun.
Rəqəm bazar olsun. Nətərsən, nə var, nə yox. Qiymətlər neçə iləndir bu günlərdə? Allah xeyir versin. Neçə ilə verdin ata? 19'la. Ümumiyyətlə bazarda alıcılıq, satırcılıq. Xeyirli olsun. $1900'dan satır gördüğünüz hayvanları. Çəkəcəyik daha, yəni sizler için güzel bir videolar hazırlayacağıq, baxasınız. Külək də ki imkan vermir. Bizim Bərdaların Həsənqay kəndində simental düyalar. Salam aleyküm. Ne var ne yok? Neçə iləndir qiymətlər? 1950 ilə. Ay boşu! Allah xeyir versin. Bu da bizim Ben borcum var. Allah xeyirli bazar versin. Kime borcun var? Harbine. Kıymetlerin denen. 1700 lira. Kameradan kaçanların problemleri var. Ya borcu var ya da kar vardır. Salam aleyküm. Kıymet neçə iləndir? 1970'den. Pazar olsun. Baba ne var ne yok? Yok eyvallah. Hadi. Bakalım ne şeylendi kıymetler? 1400. Tabii son da satılır tek bir satılır. Alışı yetişeceklerden sonra kalarsın. Konuş götür. Bak onu çekin. Bir. Kara. Parmağı uzat tutun. Yok Ha ama. öyle ben tuturam yok. Sabah çaykanada demesin dibine sana. Belgalof'tan ondan güzel et yığar hayvan var. Kalsın diyeceğim. Salam aleyküm. Kardeş. Ne var ne yok? Ağaç güzel benim senin Ne şeylendi bunların kıymeti? 1950. Allah hayırlı pazar versin. Alıcılık ne tarzı pazarda? Neyle? Gözün görmüsən daha. Külək də indi başladı. Yok bu haftadan deyəsən bazarda rəllə işi var, satış var.
Allah hər birinizin ruzu bərəkətini versin. Pazarınız olsun. Pazarınız olsun. Qiymətlər neçə eləndi? 1300'dan. Hara malıdır bu? Buradan Füzuli'deki, Beyləqandakı izləyicilərimizə salamlayırıq. Allah hər birinin canını sağ eləsin. Bu yalan ne edirsən? Sütünün yoksa bilin. Ha? Narahat olma gaga. 1550 ile. Yəqin ki 3000 olar fikir. 1500. Salam salam gaga. Ne var ne? Baş üstü. Gaga ne şey deyirsən bunu? 1550 ya. Hardan gətirsən bunu? Buradan Ağzabadadakı izləyicilərimizə salamlayırıq. Allah hər birinin canını sağ eləsin. Hələ özünü də çəkdim, baxarsan. Hazır olsun. Görən bugün kəskilik neçədir bilərsiniz? 15? 15 manat. 15 manat. Qapanla. Onu YouTube'a. Vallahi mən bilmirəm. O qapanla mən sor. Deməli dəyərli izləyicilərimiz, gördüyünüz kimi şükürlər olsun ki, bazarda heç davaq mavaq yoxdur, yəni yığışılıb. Min şükürlər olsun. Yəni heç bir problem yoxdur. Bütün heyvanlar da ki gözəl, Allah hər birinin bazarını versin. Qiyməti neçə iləndir bunun? 15 manat. Yəni belə ayaq üstə neçəyə gəlib düşür? 3200. Alıcılıq nətədir gözəl insan? Allah xeyirli bazar versin. Bax, həmişə bugün bazar gözəldir. Yaxşı qardaşları çəkərlər. Bunu neçəyə deyirsən qaqam? Ha? 8 ilə? 8 ilə. Yəni ətinin kilosu lazım. Partlama kökdə bunu. Aydın məsələdir. Maşallah olsun. Sana söyle döneceğim. Cöngə öp. Canavardır, canavar. Görün də ona nə əziyyətlər çəkiblər. Bugünlük bu qədər. Allah sizləri qorusun. Allah'a emanet olun. Ben çemem olsa kullanırım. Gələn həftəyə görüşmək ümidilə. Sağ olun. Salam dəyərli izləyicilər. Hər birinizin axşamınız xeyir. Hər birinizi xoş gördük. Deməli dəyərli qardaşlar, gözəl insanlar. Bax, simentalın mərəzidir. Bu simentalı satdıq. Bu gedir Masallıya. Bax, hamısı düzülüb ot yeyir. Bax, orada bir simentalımız var.
Hamısı erkəkdir, gözəl qardaşlar. Hamısı. Bax. Qardaş, 750-dən 1250-yə qədər bax, bu zoylan. Bax, angustur, mələzdir. Buna baxın. Məlezlərə baxın. Bax, bozaq qulaqdır təmiz. Mələzdir, bax, ot yeyirlər. Görün nə gözəldilər. 050 571 71 57. Əlaqə saxlayın, gözəl qardaşlar. Danışaq. 750-dən 1250-yə kimi. Salam dəyərli izləyicilərimiz, hər birinizin axşamınız xeyir, hər birinizi xoş gördük. Gözəl qardaşlar, bax belə buzoylarımız gəldi, danaçalar, buzoylar. Ağdam rayonunun Rızalar kəndində. Hal-hazırda gözəl qardaşlar 18 və 19 baş heyvandır. Qiymətləri 800 manatdan başlayır 1250-yə qədər. Mələz var, bozaq qulaq var. Ondan sonra panda var, gözəl qardaşlar. Bax bozaq qulaqdır. Angustur, bax o qara. Bax parmağımın yanındakı. Hamısı da bax ot yeyir, süd əmir. 1 aylığından 3 aylığına qədər. Gözəl qardaşlar. Ağdam rayonu Rızalar kəndində. 050 571 71 57. Bax, birbaşa. WhatsApp'ı da var. Yazın qardaş, atacağım. Videolarını baxın. Hamısı da ki maşallah olsun. Heyvanlarımız bugün gəlibdi. Kimə neçəsi lazımdırsa, bax, gəlib ala bilər. Ağdam rayonu Rızalar kəndindədir. Bax, əlaqə saxlasın. Qardaş, çatdırılmamız da ki var. Yığın danışaq, başınıza dönərəm. Tam ətraflı çəkəcəm. Özünüz də baxasınız. Maşallah olsun. Hamısı bax düzülüb ot yeyirlər. Bax 800'e var. 1000 manata var. 1250'ye var. 1000 manata var. 1000 manata, 1000 manata, 800 manata, 800 manata. 1000 manata, bax o qabaq tərəfindəki. Bozaq qulaq var 1100 manata. Bax beləsi var 1000 manata. Hamısı sort qardaş, biri-birindən gözəl. Hamısı bax düzülüb ot yeyirlər. Salam dəyərli izləyicilər, hər birinizin sabahınız xeyir, hər birinizi xoş gördük. Bax belə 69 baş danamız gəlib. Gelford, Belgalov, Şaroli. Gelfordlara baxın. Belgalov. Qardaş, belə yəni 69 baş heyvandır. İndi bax bu xırdalı, xırdası buyurub baxa bilərsiniz. Nol 50 571 71 57 ilə əlaqə saxlayın, gözəl qardaşlarım. Baxın. Heh. 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 Buna baxın. Baxın. Heh. İllərini də çəkəcəm. Heh. 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 Bakın kardeş. Heh.
69 baştan alır. Bakın göstereceğim size böylelerinde. Bak, cəmi 69 baş heyvandır. Heyvanlarımız Ağdamdadır. Qardaş, qiymətləri 2250-dən deyilir. Ən balacasının çəkisi 190-200 kilodur, ən balacasının. Buyurub baxa bilərsiniz. Bura Ağdamın nə kəndi gedir? Ağdamların Albəyli kəndində. Ha, bilirsən nə danalardır bunlar. Bunu saxlayanlar bilir dana. Allah xeyir versin. Dənə-dənə elə bir quş dimdiyində gətirib bu heyvanları. Gəlib orta baxın, üzü bəri baxın. ...69 baş heyvandır. Çoğumuz 2250'den deyilir güzel kardeşler. Yığılarsınız danışarıq. Mallarımız bugün gelip güzel kardeşler. Hələ mal acdır da, yəni su az verilməyib. Yəni neçə gün yol gəlir, çəkitilib. Salam dəyərli izləyicilər, hər birinizin axşamınız xeyir, hər birinizi xoş gördük. Bugün ayın 10-u avqust 2025-ci. Bərdər oyun Həsənqaya kəndində. Bax belə 33 baş, 32 baş düyələrimiz var. 6'sı balalı və qalanı da ağır boğaz. Hamısı birinci qarın düyələrdir. Südləri 15 litrdir qardaş, yemsiz. Hal-hazırda qiymətləri boğazlar 4000'dən deyilir, balalılar 4200'dən. Razılaşma yerləri var. Əlaqə nömrəsi 050 317 59 59. Alır Rıza kardeş, heyvanın sahibinin. Hamısı da simentaldır. İndi o böyle heyvanlarla, balalarda göstereceğim. Bak balasını. Budur erkek. 15 litre süt verir kardeş. Yalandan danışmayak. Düzü nədir onu danışaq. Şimdi o birilerini de göstereceğim, balalarını da göstereceğim. İkisi o yüzden balaları o yüzden de var. Bakın güzel kardeşler. Balalarını da göstereceğim. Bakın. Bakın. Hamısı birinci qarına düyələrdi. Bu da ikişləri ağızlarında. Bərdər oyunu Həsənqaya kəndi 050 317 qardaş 59 59 alır Rıza qardaş. Hamısı da simentaldır. Şərtlə də mallarımız yəni
Sağlamlığına həkim gətirin, kimi gətirsiniz gətirin. Yoxlatdırın, aparın. Qiymətləri 4000. 4000'e boğazlar deyilir, 4200'e balalılar. Aşağı yukarısı olacak. Salam değerli izleyiciler, her birinizin akşamınız xeyir, her birinizi hoş gördük. Bugün ayın 18'i Avqust 2025-ci il. Bərdə rayonu Həsənqayı kəndində bax belə 24 baş simental düyələrimiz var. Deməli hamısı ağır boğazlardır, gözəl qardaşlar. Südləri birinci qarına 15 litr. 2 dənəsi balalıdır. Balalıların qiyməti 4200, boğazlar 4000. Əlaqə nömrəsi 050 317 59 59. 24 baş heyvandır. Hamısı simentaldır, birinci qarın. Bax, yerinlərin açanları görürsünüz yəqin ki. Bax, yerinlərin açanlardır, ağır boğazlardır. Gəlin qardaş. Hansını rənginiz istəyir, seçin aparın. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax, belə ucarda camışlarımız var. Deməli, 10 baş, yəni camış malıdır. Qalandakı bax belə kəlçələrdir. 12 dənə, 3 dənəsi doğub. Qalanda yetit. Bax, sentyabrda doğacaq. Bax, bax, bax. Ən uzağı sentyabr. Bugün ayın 31-i iyul 2025-ci il. Deməli qardaşın əlaqə nömrəsini elə qeyd edirəm. 050 560 546 01 88 ilə. Qardaş, əlaqə saxlayırsınız. Bura Ucarın harası gedir? Gəraybaylı kəndi. Ucar rayonu Gəraybaylı kəndi. Buradan bizim değerli kardeşler var. Allah hamısının canını sağ eləsin. Zahir müəllim var. 25 dənə kəlçədir. 10 dənə ana camışdı. 13'ü balalıdır, 7'si də boğazdır. Yetik. Qiymətləri də ki, qardaş, bu kəlçələrin qiymətini neçə ilə deyirsən? Kom neçə deyirsən, bax bu 10 baş balalı, boğaz balalı və bir də bu kəlçələri. Komunun qiymətini denən. İndi bu camışın balalısını adlarını satmırsan. Ha? Kom de görə qiymətini. Kom 60 min. Deməli cəmi 25 dənə kəlçədir. 10 dənə də boğazlı, balalı camışlardır. Cəmi elə də 35 baş. 60 min deyirsən də. Gözəl. Bax. Kəlçələrin çoxu da erkəkdir. Bunların sütü nə qədərdir? 5 bilən var, 6 bilən var, 4 bilən var. Yeməyə baxın, su da yoxdur. 4'dən 6'ya kimi. 6 litre kimi. Yəqin ki o 6 litri baladan başqa verir, yoxsa balı ilə bərabər. 2 dənəsi sentyabrda doğacaq, qalanları var bu günə sabah doğacaq. 2 dənəsi sentyabrda, qalanı böyünə səhərə doğası camışlardır. Hətta biri dünən doğubdur. Qardaşın nömrəsi 050 546 01 88. WhatsApp o nömrədədir. 070 hə. 919 37 34. WhatsApp nömrəsi. Yığırsınız qardaş.
Qapıdakını da çəkəcəm. Çəkəcəm, baxın. Burada heç kişi çalsa təkəm tükəm var. Hamısıdakı belə superdir ha. 35 başdır. 25 baş. Bu çalsalar neçə aylıq olar? Yox, xurda dur qardaş. İçində bir dənə, 2 dənə xırda var. Bax, biri burada, biri de o yüzden. 2 dənə xırda. Bax, biri oradadır, biri de burada. Bunlar hamısı qəşəng böyük kağıtçalardır. Baxın. Hamısı böyük kağıtçalardır, gözəl qardaşlar. Erkəkdir. Baxın. İndi gəlib o doğanla çəkəcəyik, baxarsınız. Əlaqə nömrəsi orada qeyd olunub, gözəl qardaşlar. İkinci qarında 3 gündür doğub. Zığlı südlü. Südü nə qədərdir bunun? 5 litr. Yem verirsən? Çöldə otlamaqla. Yem versəniz bir 6-7 litr verəcək. İndi o birini də çəkəcək, baxarsınız hamısı. Buyurub baxın. Hamısıdakı, yəni içində 1-2 dənə dişi var, qalanı erkəkdir. Qardaş, hamısı göz qabağındadır. İndi o birilərini də çəkəcəyik, baxarsınız. Deməli, dəyərli izləyicilərimiz, bax, ağır yetik. Nə qədər vaxtda bu? Böyünə sabahdan öyle qalxacaq alıblar. Ha, ona görə də bax, bu sahəyə getmir deyin, yəni hörüşə. Doğacaq deyin, qapıda saxlanılır. Bu nə qədər? Üçüncü qarındır. Bu da vat-vatdır. Və bunun balası mı? Anası. Onun anası çöldəydi, o ikinci qarın. Ha, o ikinci qarın, çöldəki olan. 4-5 gündür. Və bu neçənci qarındır? Deyib bu. İkinci qarına yetikdir. Hansı bu? Bu? O sentyabrın 15'i baxıyor. Sentyabrın 15'i. Aynen. Ha. Bir dəqiqə indi o içəridəkini də çəkəcək, baxın. Bu nə qədər? O da botu-botudan təni başa düşüyor. Tanı başı. Ücret tanını da açıb, tamam. Verirəm ona göre saxladım vaxtda ki, çöldə doğmasın. Çöldə doğmasın istedim. Bir dənə 2 dənə malımız sentyabrın 15'i olacaq. Qalan hamısı. 2 dənə malımız sentyabrın 15'i. Qalan hamısı vota-votdadır. Düyanı da göstərəcəm. O düyanın sütü nə qədərdir? Bax, bu dünən doğubdur. Dişi balası var. Hələ sütü bilinmir da, yəni bulamalı yəqin ki. Yox, heç sağlamır. Hələ sağılmıyor. Neçənci qarındır bu? Birinci qarın. Gördüyünüz kimi 35 baş heyvandır qardaş, 60 minə deyilir. Əlaqə nömrəsi orada var. Ayrı var çöldə. Ha, çarpı da var. O öndə o kəlçələrdə göstərəcəm.